Herkese salam. Bugün sizlərlə adi və onluq kəsrlər mövzusunun ikinci, yəni part 2-sini çəkirəm. Elə isə vaxt itirmədən başlayaq mövzu izahımıza. 8-ci başlığımızda qalmışdıq. Deməli 8-ci başlıqda deyir ki, qarşılıqlı tərs ədədlər. Qarşılıqlı tərs ədədlər nədir? Tərifin veriblər ki, hasili 1-ə bərabər olan ədədlərə qarşılıqlı tərs ədədlər deyilir. Məsəl üçün 2-də 1 ilə 1-də 2 qarşılıqlı tərsdir. Yəni yerini dəyişəndə üstə məxzə bunlar olur qarşılıqlı tərs ədədlər. Hasilədəki görür ki, bunlar hamısı gedir, qalır cavab 1. Hasilə 1-ə bərabərdir. Burada yazıblar. 3-də 2, 3-də 2-nin tərsi 2-də 3-dür. Hasildə 1-dir. 6-ın tərsi 6-da 1-dir. 9-un tərsi 9-da 1-in tərsi 9-dur. 3-də 1-in tərsi 3-dür. 5-in tərsi 5-də 1-dir. Belə. Sonra gəlirəm 9-cu başlığımıza, yəni asandır qarşılıq tərs ədədlər. 9-cu başlığımıza deyir ki, yəni tərs ədədlərdə bunu yadda saxlamalıyıq ki, əsas hasili 1-ə bərabərdir və salam. Bu çox misallarda lazım olacaq. 9-u deyir ki, ədədin hissəsinin və hissəsinə görə ədədin tapılması. Ədədin hissəsinin tapılması. Ədədin hissəsini tapmaq üçün həmin ədədi hissə göstərən ədədə vurmaq lazımdır. Yəni ki, məsəl üçün bizə verir ki, onun 2-də 1 hissəsini tap. Onu vuracam 2-də 1-ə. Bu da eləyəcək 5. Çünki ondan ki, bu da ixtisar gedir. Məsələn, deyir ki, 12-nin 3-də 2 hissəsini tap. Onu vuracam 3-də 2. 12-ni vuracam 3-də 2-yə. 12-nin 3 buradan gedəcək. Burada eləyəcək nə? 8. Yəni belə. Bir də var ki, məsələn, burada elə verib ki, 12-nin 4-də 3 hissəsini tap. 12-ni vurub 4-də 3 cavab alınıb 9. Bir də var ki, hissəsinə görə ədədin tapılması. Məsəl üçün, deyir ki, 5-də 2 hissəsi 12 olan ədəd tap. Yəni, hansı ədədin 5-də 2 hissəsi 12-dir? Onu deyir. Onda mən 12-ni böləcəm 5-də 2-yə. Bölmə məndə demişdi ki, birinci olduğu kimi qalır. İkinci vururuq tərsinəsin. Yəni, 2-də 5-ə. 2 ilə 12 ixtisar gedir 6. 6-nı da 5-ə vuranda nə edir? 30. Bu da belə. Deyir ki, bir ədədin digərin hansı hissəsi olduğunu. Məsələn, 7 ədədi burada verib. 21 ədədin hansı hissəsini təşkil edir? 7-nin böləsində 21-ə və salam. Məsələn, deyir ki, 5 ədədi 15 ədədin hansı hissəsini təşkil edir? 5-i böləcəm 15. O da eləyəcək nə? 3-də 1. Məxrəci 10, 100, 1000 və s. olanı kəsir. Onlu kəsirləri deyilir və vergüllə yazılır. Yəni ki, məsəl üçün 1 tam 10-da 1. Bu belə yazacaq. 1 tam 10-da 1 belə. 1 tam 100-də 1. Necə yazılacaq? Bax. 1 tam 100-də 1. Bu 10-da 1, 100-də 1, 1000-də 1, 10.000-də 1. Belə gedir. Sonra onluq kəsilən mərtəbə toplamlarına ayrılışı. Bu nə deməkdir? Yəni ki, bax. Bu da məsəl üçün 10-da 2-ni verib. 10-da 2 budur. 20 ilə 10-da 2-yə bərabərdir. Bu sıfırlar gedər, qalar elə 10-da 2. Burada 1000-də 200-dür. 2-dən 0 gedər, qalar 10-da 2. Yəni, bunlar eyni anlayış deməkdir. Onlu kəsirin sonuna istənilən qədər 0 yazdıqda və ya onlu kəsirin sonuna 0'ları sildikdə kəsirin qiyməti dəyişmir. Yəni ki, 0,500 yazıram 5000 ilə. O bərabərdir 0,5'ə, yəni dəyişmir qiyməti. Onlu kəsirlərin müqayisəsi var. Onlu kəsirlərin müqayisə etmək üçün tam hissələr müqayisə olunur 2 dəfə. Yəni ki, məsəl üçün 2,1, 1,1. Bunun tam hissəsi 2-dir, bunun tam hissəsi 1-dir. Demək, tam hissəsi böyük olan böyükdür. İkinci deyir ki, tam hissələrə bərabər olarsa, onda kəsir hissələri vergüldən başlayaraq mərtəbə vahidlərinə görə müqayisə olunur. Yəni ki, məsəl üçün 2 tam %12, bir də 2 tam %21. %23 yazaq. Bax, tam hissələri eynidir. Sonra vergüdən sonra burada 1 gəlib, burada 2 gəlib. Demək, bu böyükdür. Məsələn, yazıram 2 tam 2, 2. Burada 2 tam 1, 2, 3. Bax, tam hissələri eynidir. Vergüdən sonraki birinci ədəd eynidir. Vergüdən sonraki ikinci ədəd də eynidir. Amma üçüncü də fərqlidir. Hansı böyükdür, o böyükdür. Bu da belə. Sonra gəlirəm 12-ci başlığımıza. Deyir ki, onluq kəsirlərin üzərində əməllər. Yəni ki, onluq kəsirlərin toplanması və çıxılması.
Onu kəsrə toplamaq və ötə çıxmaq üçün arxasına sıfırla yazmaqla vergülün sonraki rəqəmlərin sayı bərabərləşdirir. Yəni necə? Baxın, məsəl üçün vergül altına düşmə şərtləri yazılır və toplanır, çıxılır. Məsəl üçün necə? Məsəl üçün mən buraya yazıram ki 12,1 üstünə 20 yazmayaq deyirəm. Üstünə 2,12 gəlmək istəyirəm. Onda bura 0 artıracam. Çünki 0 demişdik ki, artıranda azaldanda fərq eləmir. 0 artırıram, sonra toplayıram. 0 üstə 2 gələndə 2. 1 üstə 1 gələndə 2. 2 üstə 2 gələndə 4. Vergülü yazıram. Bir də bura. Mütləq tamı tamın altından yazmalıyıq. Yəni bu vergüllər, tamlar alt hata düşməlidir. Çıxanda da eyni qayda ilə. Toplayanda belə oldu. Həmin ədədləri indi çıxaq. 12,1-dən çıxıram 2,1-in. %12. Yine bura 0 artıracağım. 0'dan 2 çıxmaq üçün buradan 1'ini artıracağım. Ondan 2'sini çıxanda 8. Burada 0 qaldı. Yine ondan 1'i çıxacağım. Qalacaq burada 9. Bu vergülü artıram bura. Burada 11 qaldı. Çünki 1'in bu tərəfə keçdi. 11 qaldı. 11'dən 2'sini çıxan cavab olur nə? 9. Bu da belə. Sonra başqa görək burada nə var? Burada məsələləri göstərib. Onun kəsrdən vurulması nədir? Vurulması asandır. Çünki məsəl üçün 2,1 vurulsun 1,3. Elə adi qaydayla vuracağım. 3'ü 1'ə vuracağım 3. 3'ü 2'yə vuracağım 6. 1'i 1'ə vuracağım 1. 1'i 2'yə vuracağım 2. Bura 3. 6 bunlar toplayırıq da. 6 üstə 1 gəldi 7. 2 də burada. Sonra nə alacağım? Vergiden sonra burada bir rəqəm buradadır. Bir rəqəm də bura. Neçə oldu? 2 rəqəm. Sağdan başlayacağım. 2 rəqəmini ayıracağım. Vergül atacağım. Vergüldən sonra neçə rəqəm varsa. Məsələn bura 12 olsaydı əgər. Görərdim vergüldən sonra 2 rəqəm var. Burada bir rəqəm var. 3 dənə oldu mu vergüldən sonra? 3 dənədən sonra vergül atardım. Yəni bu da belə. Bölünməsi də eyni. İndi bir dənə bölünməyə də aid yazaq. Məsəl üçün burada verilib. 2,4'ü böl 0,2'ye nə alacağım? Görürəm ki 0,2'də vergüldən sonra 2 dənə ədəd var. Bu vergülü gətirib bura qoyuram. Yəni olur 2 tam. 2 dənəsini getdim axı. Buradakı vergüldə gedəcəm. Bir dəfə getdim bura oldu. Bir dəfə gedəndə 0 artıracağım. Oldu 240 bölsün 2 o da eləyir 120. Bu da belə. Sonra baxaq görək burada başqa. Onluq kəsrin mərtəbə vahiddən vurulması və bölünməsi. Necə? Məsəl üçün 12,1'i vururam 10'a. Görürəm bu 0 var. 0'la vergül gedir həmişə. Olur nə? 121. Deyək ki 12,1'i vururam 100'ə. Bir 0'la vergülü apardı. Bir 0 da arxasına yazılacaq. Olacaq 1210. Bax burada. 2,1658 vurub 100'ə. 2 dənə 0 yoxdur. Vergülü 2 dənəsi sağa çəkib. 265,8. 3 dənəsi vurur, 3 dənəsi sağa çəkəcək. 520,41. Bu da belə. Deyir, onlu kəsrin mərtəbə vahidinə bölmək üçün vergül mərtəbə vahidinə sıfırların sayı qədər sola köçürmək lazımdır. Yəni ki, vuranda sağa köçürürdük. Böləndə sola. Bax, 105,3'ü bölüb ona. Bir dənə 0 var axı. Bir dənəsini keçirdəcəm sola. Oldu 10,53. Onluq kəsir adi kəsirə çevrilməsi var. Bunu ağarıq. Məsəl üçün 2,4. 2,4. Mesela. Bax, məsəl üçün 3,12 bərabərdir. Bu 3'ü tamı buradan yazacağım. Burada 1'i yazıram həmişə. Neçə vergüldən sonra neçə ədəd varsa o qədər də 0 yazıram. 2 dənə də oluna görə 2 dənə 0 yazacağım. %12. Yazsam, bu da belə. Burada misallar verilib. Sonra adi kəsrin onlu kəsə çevirmək üçün onun səhvini məxrəcə bölmək lazımdır. Yəni ki 2'də 1'i adi kəsirdə onlu kəsə çevirmək üçün mən 1'i böləcəm 2'yə. 1 2'yə böləndə 0 düşür. Bir dənə 0 artıq 12'yə böləndə 5. Olur nə? 0,5.
Burada zaten göstərib, burada da göstərib. Məsəl üçün 4-də 3-ü. 3-ü böləcəm 4-ə. Eləyir 0,75. Bu da belə. Dövrü onluq kəsri nədir? Adi kəsri onluq kəsrə çevirdikcə kəsrin sürəti məxrəcinə bölünür. Bunu dedik. Qismətdə müəyyən bir ədəd sonsuz sayda təkrarlanarsa, buna dövr onluq kəsri deyilir. Təkrarlanan hissəyə kəsrin dövrü deyilir. Yəni ki, bax 1 bölünsün 3 burada yazıb. 1 bölünsün 3-ü mən burada 1-i bölüb 3-ə 0,10 yazanda 10 3-ə böləndə 3 dəfə 3'üm 9 və qalır 1. Yenə 0 artırıram. 3 gedir. Və bunu belə yazır. 3 də bunun nədir? Dövrüdür. 19 bölsün 12, yəni 12-də 19. 1,58 3 bunun nədir? Dövrüdür. 6 nədir? Dövrüdür. Yəni 6 təkrarlanır, 3 təkrarlanır, bu da 3 təkrarlanır, belə. Dövr vericidən dərhal sonra başlayarsa saf dövr onluq kəsri adlanır. Yəni ki, 2 tam dövrdə 2. 3 tam dövrdə 9. Yəni 5 tam dövrdə 6. Yəni burada bir-birdən, yəni bununla, tamla dövr arasında ədəd yoxdursa, bu saf dövr onluq kəsirdir. Amma yox, tamla dövr arasında bir dənə ədəd varsa, bu nədir? Qarşılıq dövr onluq kəsir. Bax, burada misallarla verib hamısına uyğun. Adi kəsri onluq kəsrə, adi kəsri onluq kəsrə çevirdi. Tam ixtisar olmuş adi kəsrim. Dəqiqə. Necə? Aha. Məsəl üçün, mən verirəm elə 2 tam dövrdə 1. Bu necə yazsam? Yazacam bura 2. Bu dövrdə olduğuna görə, mütəzədə olduğuna görə 9 yazacam. Bir də 1'i yazacam bura. Məsələn verib 2 tam dövrdə 41. Elə buradakı. 2 tam 2 dənə ədəd olduğuna görə 2-dən 9 yazacam. Bir də 41. Məsəl üçün verilib 2 tam 3 1 bərabərdir. 2 tam. Bunun yerinə 9 yazacam. Bu 3'ün də yerinə 0 yazacam. 31, yəni bu 3 ilə 1 31 çıxılsın buradakı 3. Bu da belə. Nasıl ədədləri doğru onluq kəsri şəklində aşağıda kimi göstərmək olar. Belə. Sonra başqa burada bir şey qalmadı. Bu misallara da baxaq. Nasıl da eyni şeydir. Amma yenə də. Aha. Bax, 1 tam 2 dövrdə 6. 6'ın yenə 9 yazıb, 2'nin yenə 0 yazıb. 26 bu ümumi ədəd kimi. 26'dan da bu 2'ni çıxıb. Bu da eyni. 4'ün yenə 9 yazıb. 12'nin yenə 2'dən 0 yazıb. 124 çıxılsın. Buradakı 12. Burada da 26 yenə 2'dən 9 yazıb. 4'ün yerinə 0 yazıb. Bir dənə 426 çıxılsın. Buradakı 4. Bu da belə. Beləliklə, adi və onluq kəsirlər mövzusunun da izahının sonuna gəldik. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Gələn dəfədə inşallah ki, nisbət tənasüb faiz bölməsinin izahını verəcəm.